Salam əziz tələbələr, biz bugün sizinlə Windows 11 əməliyyat sisteminin izahına baxacağıq. İlk öncə əməliyyat sistemi nədir? Gəlin o haqqda danışaq. Əməliyyat sistemi kompüter resurslarını idarə edən tətbiqi proqramların işə salınması, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsi, həmçinin istifadəçi ilə kompüter arasında dialoqu təmin edən proqramlardır. Windows əməliyyat sistemi ilk versiyası 1995-ci ildə buraxılır, hansı ki Windows 95 adı ilə istifadəçilərə verilir. Daha sonra Windows 98, Windows ME, Windows NT, Windows Vista, Windows 7, Windows 8, Windows 8.1 və Windows 10, həmçinin onların müxtəlif versiyaları istifadəyə verilmişdir. 2020-ci ilin oktyabrın 5-dən etibarən isə Windows 11 əməliyyat sistemi istifadəçilərə verilir. Windows 11 Windows 10-un davamı kimi təqdim olunur, lakin yeni dizayn, performans təkmilləşdirilir, daha çox müasir təhlükəsizlik xüsusiyyətləri ilə Windows 10-dan fərqlənir. Çünki yeni burada Start menyusu, taskbarın dizaynı, Snap Layout, Android tətbiq dəstəyi, daha çox yeniliklər artıq bu sistemə əlavə edilir. Windows 11 ümumiyyətlə müxtəlif versiyaları mövcuddur və siz kompüterinіздəki versiyaya baxmaq üçün də Start menyudan, buradan daxil olacaqsınız kontekst menyusundan sistemə və siz kompüterinizdəki öz versiyanıza baxa bilərsiniz burada. Məsələn, məndəki hazırdakı versiya Windows 11 Home-dur. Digər versiyalar da var təbii ki. Windows 11 Pro var. Hər biri müxtəlif məqsədlər üçün istifadə olunur. Windows 11 Enterprise var, Windows 11 Education var, Windows 11 Pro for Workstation var. Digər versiyalar da təbii ki mövcuddur. Windows 11 əməliyyat sistemi kompüterə quraşdırmaq üçün hansı ki göstəricilər nəzərə alınmalıdır? Nə kimi göstəricilərdir bunlar? Prosesorun takt tezliyi minimum 1 GHz olmalıdır sürəti, prosesorun mərtəbəliyi 64 bit olmalıdır, əməliyyat daşın tutumu minimum 4 GB olması lazımdır, diskin yəni tutumu 64 GB olmalıdır minimum, DirectX 12 qrafik dəstəkləyən video kart olmalıdır. Yəni bu kimi göstəricilər nəzərə alınır, hansı ki Windows 11 əməliyyat sistemini yükləyəndə. Və Windows əməliyyat sistemini kompüterimizə yüklədiyimiz zaman, ümumiyyətlə kompüter işə salındığı zaman BIOS işə düşür. Bilirik, BIOS Basic Input Output sistem bütün giriş-çıxış qurğularını yoxlayır, yəni kompüterin qurğularını testdən keçirir. Heç bir nasazlıq yoxdursa, əməliyyat sistemini sərt diskdən əməliyyatdaşa ötürür və Windows 11 yüklənir. Windows 11 tam yükləndikdə biz bilirik ki, burada hal-hazırda biz desktopla qarşılaşırıq. Yəni bu bizim iş masamızdır. Hansı ki iş masasında əməliyyat sisteminin obyektləri və idarəetmə elementləri yerləşir. Windows 11 əməliyyat sisteminin əsas komponentləri hansılardır soruşularsa, desktop, yəni iş masası, taskbar, tapşırıqlar paneli və start menü, yəni baş menümüzdür. Yəni 3 əsas komponentdən təşkil olunur: desktop, taskbar və start menü. Desktop ümumiyyətlə piktoqramlar, hansı ki bizim burada fayllarımız, qovluqlarımız, proqramlarımız yerləşir. Taskbar aşağı hissədə yerləşir gördüyünüz kimi. Burada üzərində sol tərəfdə widgetləri görürsünüz. Daha sonra start menü, baş menü ilə qarşılaşırsınız. Search axtarış var. Task view var burada xəyali ekran yaratmaq üçün. Hansı ki Copilot var, bu süni intellektdir. Daha sonra siz File Explorer qovluğunu görürsünüz. Microsoft Store var. Bərk edilmiş proqramları. Notification Area var burada. Ondan sonra Show Desktop, Quick Center'dan qarşılaşmış olursunuz. Widgetlər haqqında danışaq. Windows 11-də istifadəçilərə verilir. Hansı ki bu nə üçündür? Gündəlik məlumatlar, yəni insanlar buradan izləsinlər deyə. Hansı ki hava durumu olsun, xəbərlər olsun, maliyyə məlumatları olsun. Yəni bu kimi gündəlik yəni xəbərlər haqqında məlumatlar əldə etmiş olurlar. Yəni kalendarda, to-do, yəni hansı ki gündəlik tapşırıqlarını izləməyə imkan verir. Burada siz baxa bilərsiniz, idmanla bağlı hər hansı bir oyun tarixlərini təqdim edir. Bu formada yəni xəbərləri izləyə bilərsiniz. Start menü bizim baş menümüzdür. Hazırda gördüyünüz kimi baş menüsünü mouse'un sol düyməsini aça bilərik və bu haqda geniş danışacağıq. Daha sonra search var burada, axtarışdır. Hansı ki kompüterimizin yaddaşında olan ümumiyyətlə proqramları, ümumiyyətlə xarici yaddaşında yerləşən proqramlar olsun, fayllar olsun, onları axtarmağa və internet üzərindən də axtarış etməyə imkan verir. Məsələn, tutalım mən burada Səməd Vurğun yazıramsa, kompüterdə əgər Səməd Vurğuna aid heç bir məlumat yoxdursa, artıq internet üzərində axtarışı təmin edir. Daha sonra siz burada task view ilə qarşılaşırsınız. Hazırda mən bir neçə xəyali ekran yaratmışam. Virtual iş masasıdır bu. Hazırda onları bağlayıram. Və virtual iş masası nə üçündür? Siz
bir neçə yəni ekranda, yəni sizə əgər bir neçə ekran lazımdırsa, e, yeni iş masası yaradaraq ekranlarda işləyə bilərsiniz. Task View-nun düyməsi Win tabdır. WinTab Task View pəncərəsini açır. Buradan siz New Desktop edərək yeni iş masaları, virtual iş masaları yarada bilərsiniz və hər iş masasında ayrıca bir iş görə bilərsiniz. Məsələn, tutalım birində Word-də işləyirəm, digərində tutalım Excel aça bilərsiniz burada. Və bu iş masalarını düymə kombinasiyalarından da yaratmaq mümkündür. Win Ctrl D yeni iş masası yaradır. Win Ctrl F4 ilə yaratdığınız iş masaları bağlaya bilərsiniz və yaxud da Task View-nun üzərində də X-i tıklayaraq da iş masalarını bağlamaq mümkündür. Daha sonra iş masaları ilə siz arasında keçidlər edə bilərsiniz. Win Ctrl sağdakı, Win Ctrl soldakı iş masalarına keçidləri təmin edir. Yəni xəyali ekranda hər bir ayrıca iş masasında işləmək mümkündür. Daha sonra siz burada kapilot görürsünüz, hansı ki süni intellektə sual verə bilərsiniz. Məsələn, Windows 11 haqqında 5 test tapşırığı yaz. 4 bənddən ibarət olsun. ChatGPT kimi, məsəl üçün, onunla danışa bilərsiniz, tapşırıqlar soruşa bilərsiniz. Yəni, bu formada gördüyünüz kimi, mənim üçün 5 tapşırıq yazdı. Hətta cavablarını da deyir ki, hazırlaya bilərəm bu formada. Daha sonra siz burada File Explorer qovluğunu görürsünüz. Bu haqda daha geniş danışacağıq. Hansı ki, fayllarımız, qovluqlarımızın yerləşdiyi File Explorer qovluğudur. Microsoft Store görürsünüz. Necə telefonlarımızda App Store var, Play Market var. Burada da Microsoft Store'dan hansı ki, oyun proqramları yükləyə bilərsiniz və yaxud da hər hansı bir başqa bir proqramlar. Microsoft Edge bizim brauzerumuzdur və bərkidilmiş proqramları görürsünüz. Hal-hazırda bunu, məsələn, Unpin from Taskbar eləsəm, tapşırıqlar üzərindən bərkidilmədən çıxardacağım. Daha sonra siz burada Notification Center görürsünüz. Burada ümumiyyətlə bildirişlər hissəsi olur yuxarı hissədə. Elektron poçtdan olsun, yenilənmələr, hər hansı bir xatırlatmalar, yəni orada görə bilərsiniz. Burada təqvimi görürsünüz. Hər ayın, yəni öz təqvimini göstərir, gününə kimi. Və Notification Center'ın düymə kombinasiyası Win and-dir. Daha sonra Quick Settings bölməsini görürsünüz bu hissədə. Quick Settings nə üçündür? Hansı ki, Wi-Fi olsun, Bluetooth olsun, uçuş modu olsun, enerji səviyyəti olsun, gecə rejiminə qoya bilərsiniz. Mobil hotspot rejimi var. Hansı ki, burada parlaqlığı azaldıb artıra bilərsiniz. Səsi azaldıb artırmaq mümkündür. Yəni, bu kimi parametrlərlə qarşılaşırsınız və bunun düymə kombinasiyası Win adı. Quick Center pəncərəsini açır. Daha sonra siz sol küncdə isə Show Desktop görürsünüz. Show Desktop proqramlara cəld baxışdır. Məsəl üçün, tutalım, hal-hazırda Word-ı açıram. Məsəl üçün, Show Desktop elədiyimiz zaman onu tapşırıqlar panelinə salır və yaxud da geri qaytarır. Düymə kombinasiyası Win-dir. Hansı ki, tapşırıqlar panelinin ən sağ küncündə yerləşir. Daha sonra tapşırıqlar panelinin üzərində mouse'un sağ düyməsini tıkladığımız zaman tapşırıqlar panelinin kontekst menüsü açılır və biz burada Task Manager əmri ilə qarşılaşırıq. Task Manager nə üçündür? Donan inşan proqramların ümumiyyətlə bağlanmasında istifadə olunur. Məsələn, tutalım, burada Word-ı açıram. Tutalım, Word donubsa, mən bunu heç bağlaya bilmirəmsə, X-i tıklayıb bağlaya bilmirəmsə, o zaman Task Manager pəncərəsini həyata keçirdirəm tapşırıqlar panelinin kontekst menüsündən. Burada Word-ü hal-hazırda indi görəcəksiniz. Burada Word açılır və Word-ü mouse'un sağ düyməsini tıklayaraq End Task eləyib bağlaya bilərsiniz. Task Manager-ın düymə kombinasiyası var. Task Manager-ın düymə kombinasiyası Ctrl, Shift, Escape-dir. Task Manager pəncərəsini açır və yaxud da Ctrl, Alt, Delete etməklə hansı ki, lock rejimi gəlir, kilit ekranı, switch user, sign out, passwordu dəyişmək və ən aşağıda Task Manager-dən qarşılaşdırırıq. Oradan da Task Manager-ə keçid edə bilərsiniz. Ümumiyyətlə, burada proqramların necə işlənməsi, prosesordan, yaddaşdan, diskdən, şəbəkədən nə qədər yer götürdüyü və yaxud da hər hansı bir proqramı bağlamaq istəyəndə seçib, bu hissədən də End Task eləyə bilərsiniz və yaxud da mouse'un sağ düyməsini tıklayıb, buradan da End Task eləyərək proqramı bağlaya bilərsiniz. Donan inşan proqramların bağlanılmasında istifadə olunur. Daha sonra tapşırıqlar panelinin kontekst menüsünə daxil oluruq. Mouse'un sağ düyməsi ilə və buradan Taskbar Settings-ə daxil oluruq. Taskbar Settings-ə birinci burada Search ilə qarşılaşırıq. Hansı ki, Search axtarış üçündür. Biz burada zaten axtarışı görmüşdük. İnternet üzərində axtarış edir. Həmçinin fayllarımızı, proqramlarımızı axtara bilərik. Amma onun görünüşü ilə bağlı tənzimləmələri Taskbar Settings-dən həyata keçiririk.
Burada search'ün ümumiyyətlə hide eləyə bilərəm. Search ümumiyyətlə gizlədə bilərəm. Gördüyünüz kimi gizlətdiyim zaman start menyuya daxil olub. Məsəl üçün burada başlayacağım Səməd Vurğun yazmağa. Search gördüyünüz kimi avtomatik məsəl üçün istifadə olunur. Ə, Daha sonra burada search icon onlu qoya bilərəm ki, yalnız onun iconu görsənsin. Və yaxud da burada qoya bilərəm icon and label, yəni burada həm belə box şəklində search olaraq qeyd olunur, yəni adı yazılır sadəcə. Bir də burada qoya bilərsiniz search box, yəni sırf bu qutu formatında bizə göstərmiş olur. Yəni bu 4 rejimdən istifadə edə bilərik. Burada task view-nu aktivləşdirə bilərsiniz. Hansı ki, bunu bağladığımız zaman tapşırıqlar panelində görsənmir, amma açdığım zaman tapşırıqlar panelində görsənir. Xəyali ekranda düymə kombinasiyası Win tabdır. Hansı ki, ümumiyyətlə xəyali ekran yaratmaq, virtual iş masası yaratmaq üçün istifadə olunur. Vergetləri buradan bağlayıb aça bilərsiniz. Açdığımız zaman sol küncdə görsənir. Hava durumu, xəbərlər, idmanla bağlı ümumiyyətlə xəbərləri bizə göstərmək üçün istifadə olunur. Burada System Tray Icons var. Hansı ki, bu əmrlər daxil olaq. Burada emoji bölməsi var. Məsəl üçün, hazırda Never qoymuşam. Burada While Typing edə bilərsiniz. Məsələn, emojini aktivləşdirə bilərsiniz. Yəni klaviaturadan ümumiyyətlə nələrsə yazdığınız zaman emojilərin göstərilməsidir. Always-ə qoya bilərsiniz. Burada emoji pəncərəsi aktiv olur. Yazışdığınız zaman məsələn lazım olarsa emojilərdən istifadə edə bilərsiniz. Yaxud da məsələn while typing qoyduğum zaman ancaq yazdığım zaman göstərəcək. Always-də isə hər zaman bu göstərilir. Never isə ümumiyyətlə emoji pəncərəsini bağlaya bilərəm. Pen menü var. Qələmi məsələn aktivləşdirib bağlaya bilərəm. Hansı ki, əgər qələmlə nəsə yazacağamsa, o zaman istifadə olunur. Touch keyboard var burada. Hansı ki, always edib burada mən keyboardı aktivləşdirə bilərəm. Hansı ki, sensorlu ekranlarda istifadə olunur ki, hansı ki, keyboarddan istifadə edə bilək. Other System Tray Icons var burada. Hansı ki, sistem tərəfindən ümumiyyətlə gizlədilmiş proqramlarla işləməyə, tapşırıqlar panelində onları göstərməyə imkan verir. Məsələn, burada Microsoft Copilot-u məsələn mən aktivləşdirmişəm. Bunu bağlaya bilərəm talım. Açdığım zaman Copilot burada görsənir. Gördüyünüz kimi Task Manager-ı məsəl üçün bağlayıb aça bilərəm. Daha sonra Zoom-u məsələn açıb bağlaya bilərsiniz. İstənilən proqramları məsəl üçün burada sizə lazım olan, məsələn Microsoft Copilot-u tutalım, açıb bağlayıram və yaxud da Bluetooth olsun. Məsələn, Bluetooth-u hazırda məsələn aktivləşdirirəm. Yəni bu formada açıb bağlaya bilərsiniz, proqramlarla işləməyə bizə icazə verir. Burada hazırda Taskbar Viewers bölməsi var ki, bu tapşırıqlar panelinin davranışlarıdır. Əsasən tapşırıqların taskbarın parametrlərini göstərir. İndi biz ora daxil olacağıq. Burada Automatic Hide taskbarı var, hansı ki tapşırıqlar panelini müvəqqəti olaraq gizlədir. Yəni sadəcə üzərinə gəldiyim zaman görsənəcək. İndi mən buradan çıxıram, üzərinə gəldiyim zaman görsənir. Taskbar Settings-ə daxil olacağam buradan və buradan daxil oluram Taskbar Viewer-ə və buradan avtomatik bağlayıram gördüyünüz kimi. Burada Show Badges on Taskbar Apps var. Hal-hazırda bu nə üçün istifadə olunur? Bu onun üçündür ki, ikonların nişanları, məsələn, tutalım, məsələn, WhatsApp-dan mesaj gəlib, məsələn, mən bunu aktivləşdirmişəm. Bunu bağladığım zaman gördüyünüz kimi WhatsApp-dan gələn mesaj sayılarını göstərmir və yaxud da zəngli saat olsun. Onların üzərində, yəni, hansı ki, mənə nişanlarını göstərmək üçündür. Show Flashing on Taskbar Apps var burada. Hansı ki, bu əmr nə üçündür? Tətbiqlərin yanıb sönməsini təmin edir tapşırıqlar panelində. Hər hansı bir ola bilər ki, WhatsApp-dan mesaj gəlir, Outlook-dan elektron poçt mesajı gəlib, yaxud da Microsoft Teams-dən tutalım hər hansı bir görüş olub. Onlara yəni göstərir ki, yəni sən bunlara cavab verməlisən, yoxsa yox, onları bizə bildirmək üçündür. Yəni hansı ki, tətbiqin yanıb sönməsini təyin etmək üçün istifadə olunur. Burada Show My Taskbar on All Displays var. Hansı ki, bir neçə monitor, indi hazırda məndə passivdir, çünki bir neçə monitor kompüterə qoşulduğu zaman istifadə olunur. Yəni 2 və daha çox monitor olması lazımdır. O zaman əks olunur ki, bu parametrləri nəzərə alasınız. Daha sonra burada Any Window from My Taskbar var. Bu video zənglər, onlayn görüşlər zamanı Zoom-dur, Google Meet-dir, Microsoft Teams-dir. Bu onları tapşırıqlar panelində göstərməyə imkan verir. Orada paylaşımları göstərmək üçündür. Teams-ə, Zoom-a daxil olmamışdan əvvəl, yəni üzərinə gələndə
this window edeyim yəni. Yəni bir tək kliklə yəni ekranda paylaşım yəni aktiv olsun. Onun üçün istifadə olunur. Burada select for corner of the taskbar show the desktop əmri var ki, hansı ki tapşırıqlar panelinin indi hazırda göstərəcəm ki sizə. Bu tapşırıqlar panelinin show the desktop əmri. Hansı ki burada sağ tərəfdə görünüb görünməməsini təmin edir. Hansı mən bunu aktivləşdirirəm, bu sağ tərəfdə görsənir və yaxud da bunu bağladığım zaman show desktop əmri burada görsənmir. Yəni sağ tərəfdə show desktop əmrinin görünüb görünməməsini təmin etmək üçündür. Combine Taskbar Buttons and Hide Labels əmri var ki, və çox düşən suallardan biridir. Tapşırıqlar panelində olan pəncərələrin düzülüş rejimləridir. Burada hal-hazırda mən Always-ə qoymuşam. Always rejimi o deməkdir ki, bu pəncərələrin sadəcə piktoqramları görsənir, adları görsənmir və hər zaman da qruplaşır. Amma When Taskbar is Full-a qoyanda isə proqramın adı və piktoqramı əks olunur. Məsələn, tutalım Excel-i açıram. Hal-hazırda bir neçə pəncərə açacağam. Mən burada bir neçə pəncərə özünüz gördüyünüz kimi açdım. Və siz burada görəcəksiniz ki, tapşırıqlar panelində Word-də açaq. Yer çatmadıqda başlayacaq qruplaşdırmağa. Deməli yoldaşlar, indi hal-hazırda siz görürsünüz ki, tapşırıqlar panelində məsələn Excel-ə yer çatmır deyə 4 dənə Excel faylını Excel adında qruplaşdırır. Məsələn, Word-ləri açıb. Tapşırıqlar, deməli bu When Taskbar is Full əmri nə üçündür? Həm adlarını göstərir, həm piktoqramlar əks olunur proqramların, həm də yer çatmadıqda başlayır qruplaşdırmağa. Never-a qoysam, heç vaxt qruplaşdırmır. Never o deməkdir ki, yəni hamısını aça-aça gedir. Burada məsəl üçün hamısını aça-aça göstərir. Adlar və piktoqramlar görsənir. Heç vaxt qruplaşmır. Always-də isə həmişə qruplaşır. Məsələn, Excel-ə aid olanlar Excel-də, Word-ə aid olanlar tutalım Word-də qruplaşmış olurlar. When Taskbar is Full-da adları və piktoqramları görsənir. Yer çatmadıqda qruplaşır. Never-da isə heç vaxt qruplaşmır. Adlar və piktoqramlar hər zaman görsənmiş olur. Yəni bu hansı ki açılmış pəncərələrin düzülüş rejimləridir ki, onları düymələri necə birləşdirir. Və bu 3 alt rejimə bölünür ki, Always, When Taskbar is Full, Never-a qoya bilərlər. Belə, yadda saxlamaq lazımdır ki, Always-də piktoqramlar, yəni pəncərələr qruplaşır, adları əks olunmur. When Taskbar is Full-da isə həm adlar, həm piktoqramlar əks olunur, yer çatmadıqda qruplaşır. Never-da isə adlar və piktoqramlar əks olunur və heç vaxt da qruplaşmır. Daha sonra Show Small Taskbar Buttons var ki, hansı ki onları kiçik formada göstərir. Yəni, kiçik ölçüdə görünməsini təmin edir. Məsələn, Always-ə qoyuram, baxın, bunları kiçik ölçüdə göstərmək üçün istifadə olunur. 3 rejimə qoya bilərsiniz. When Taskbar is Full-a qoya bilərsiniz. Yəni, orta ölçüdə belə göstərir. Bir də Never-dan istifadə edə bilərsiniz ki, yəni heç vaxt nəzərə almasın. Yəni, ikonları belə kiçik ölçüdə göstərmək üçündür. Daha az yer açılır, yəni daha az yer açılmasına qənaət edir. Onun üçün istifadə olunur. Daha sonra burada da date time vaxt tarixdir, notification bölməsidir. Date time ümumiyyətlə sistemin tarixi, zamanı, internet vasitəsilə tarix zamanı burada avtomatik qruplaşdıra bilərsiniz. Hal-hazırda biz avtomatik qruplaşdırmışıq. Zaman, tarix qeyd olunur. Daha sonra buradan çıxış edək. Və biz burada görürük ki, aşağı hissədə notification bölməsi yerləşir. Notification bildirişlərdir. Ümumiyyətlə, bildirişlərin gəlməsi. Məsələn, burada bunu on eləsəz, nə bildirişlər varsa, onların məsələn gəlməsini sizə göstərəcək. Məsəl üçün, burada Do Not Disturb də qoya bilərsiniz. Hansı ki, narahat etmə rejimidir. Yəni, heç bir bildiriş gəlmir, narahat eləmir. Bu rejimi açmaq lazımdır ki, müəyyən vaxtlarda bildirişlər gəlsin. Hansı ki, bildirişlər hardan ola bilər? Telegramdan, WhatsApp-dan, məsələn, Microsoft Teams-dən ola bilər, Zoom-dan ola bilər. Bu formada, yəni, bildirişlərimizi kompüterdə görə bilərik. Ekran görünüşünün tənzimləməsində həyata keçirilir. Bu formada. Daha sonra Start menü haqqında məlumat verim. Biz yenə Taskbar Settings-ə daxil oluruq buradan. Hansı ki, bu hissəni düzəldək, Taskbar Preferences daxil oluruq və buradan Notification bölməsində bunu aktivləşdirə də bilərik, aktivləşdirməyə də bilərik. Bunu göstərdim. Onsuz narahat etmə rejimidir.
Yəni bir önəm daşımır, amma aşağıda yerləşən bunları düzəldək, nevra qoyaq. Deməli, burada start menü, baş menüdən danışaq, hansı ki, ən vacib idarəetmə hissələrindən biridir və mausun sol düyməsini vurmaqla start menü açıla bilər, yaxud da klaviaturadan Win klavişini tıklamaqla siz start menünü aça bilərsiniz. Digər düymə kombinasiyası isə Ctrl Escape-dir. Ctrl Escape tıklamaqla da siz start menünün baş menünü aça bilərsiniz. Yuxarı hissədə search yerləşir, yəni axtarışdır. Pinned, bərk edilmiş proqramları göstərir, yəni tez-tez istifadə etdiyiniz proqramların siyahısına buradan ola daxil olub, yəni ümumiyyətlə bütün proqramlara buradan baxa bilərsiniz və buradan indi hazırda bək edib geri qaytarıram. Recommend bölməsi var ki, quraşdırılmış, son açılmış fayllarınıza və yaxud da proqramlarınıza sənədlərinizi göstərir və siz burada hansı ki Power hissəsindən qarşılaşırsınız. Burada kompüteri lock kilidləyir, düymə kombinasiyası WinL-dir, silib yuxu rejimidir, hipernet mürgüləməkdir. Hipernet rejimi ümumiyyətlə xarici yaddaşda saxlayaraq kompüteri tam söndürmək üçündür. Yəni sizin fayllarınız Hyperfield Sales adlı qovluqda saxlanılır və kompüter demək olar ki, sönür. Yəni sleepdən fərqli olaraq daha çox mürgüləmək rejimidir, daha çox enerjiyə qənaət edir. Shutdown-dakı kompüterinizi söndürə bilərsiniz, Restart-dakı kompüteri yenidən başlatmaq üçün istifadə olunur. Daha sonra burada danışaq start menyudan, hansı ki dediyim kimi buradan siz proqramlarınızı görə bilərsiniz. Bütün proqramların siyahısını bu hissədən yəni görə bilirsiniz. Bəklə geri qaytara bilirəm. Rekomendantda dediyim kimi quraşdırılmış, son açılmış proqram və yaxud da sənədlərinizi görmək üçün istifadə olunur. Startın kontekst menüsünə nəzərə salsaq, burada Installed Apps var. Hansı ki, quraşdırılmış tətbiqləri göstərmək üçündür. Kompüterə quraşdırdığımız tətbiqlərin siyahısını bizə göstərir. Daha sonra Start menünün kontekst menüsündə Mobil Center var. Hansı ki, mobillik mərkəzidir. Nəzərə yetirə bilərsiniz. Displeyin parlaqlığı olsun, səsin, məsəl üçün, artırıb azalda bilərsə, batareyanın səviyyəsi olsun. Yəni, bu haqda baxa bilərsiniz. Daha sonra Startın kontekst menüsündə Power Options var. Burada siz yenə də enerjiyə, yəni baxa bilərsiniz kompüterin enerji sərfiyyatına, hansı ki, onun məsəl üçün istifadə etdiyiniz bateriyaya, onun üçün baxmaq üçündür. Ümumiyyətlə güc, yəni seçimləridir Power. Event Viewer var, hansı ki, bu tərcümədə gedir hadisə baxıcısı Azərbaycan dilində. Siz burada datanızı, yəni istifadə etdiyiniz, yəni nə qədər Windows əmələ sistemi istifadə edir, yaddaşdan baxa bilərsiniz, onların yenilənməsidir. Sistem ayarlarına baxmaq üçün baxa bilərsiniz, kompüterinizin haqqında burada məlumatlar, hansı əmələ sistemindən istifadə edirsiniz, versiyası hansıdır, nə vaxt update olunub, hamısına baxa bilərsiniz. Device Manager əmri var ki, buradan qurğu meneceridir. Kompüterinizdəki qurğuların siyahısını bizə göstərmək üçün istifadə olunur. Və siz Start menünün kontekst menüsündə Network Connection var. Bu şəbəkə əlaqələridir. Kompüterinizdəki şəbəkə əlaqələrinə baxa bilərsiniz. Hansı Wi-Fi-yə qoşulub, sürəti nə qədərdir? Hər birinə yəni baxmaq mümkündür. VPN məsələn aktivdirmi? Ona da baxa bilərsiniz. Daha sonra burada terminal var. Hansı ki bu Windows 10'da da var idi. Windows PowerShell və yaxud da Windows'un əvvəlki versiyalarında da Command Prompt gedir. Windows 10'un özündə də var idi elə. Və adı yenilənir burada. Artıq terminal olur. Bu nə üçündür? Hansı ki klaviaturadan daxil olunan əmrlərlə işləyir. Məsələn, tutalım qovluqların siyahısını vermək istəyirəmsə, bu adda qovluqların klaviaturadan daxil olunan əmrlərlə qovluqların siyahısını vermiş oluram. Hansı ki MS-DOS əmrlə sistemi bilirsiniz ki, Command Prompt-la çalışırdı, yəni klaviaturadan daxil olunan əmrlərlə işləyirdi. İndi hazırda terminal daha müasir, yəni interfeysə sahibdir. Task Manager bayaq da dediyim kimi donan nişan proqramların bağlanması üçündür. Startın da kontekst menüsündə yerləşir, tapşırıqlar panelində kontekst menüsündə yerləşir. Düymə kombinasiyası Ctrl-Alt-Delete və yaxud da Ctrl-Shift-Escape-dir. Burada Settings bölməsinə daxil ola bilərsiniz. Bu bizim parametrlərimizdir. Onunla qarşılaşırsınız və burada siz File Explorer qovluğunu görürsünüz. Hansı ki, burada siz tez istifadə etdiyiniz qovluqlar olsun, bərkidilmiş olsun, hansı ki, fayllarınızı və qovluqlarınızdan qarşılaşırsınız. Search axtarışdır, Run, cəld baxışdır proqramlara. Məsəl üçün, tutalım WinWord yazıram. WinWord-u seçirəm. WinWord-u seçdikdən sonra burada Run, cəld baxış bölməsinə daxil ola bilərəm. Burada siz Run
Talon Word proqramını açmış olur. Məsəl üçün proqramlara cəlb baxış üçün istifadə olunur. Shutdown kompüteri söndürə bilərsiniz. Ümumiyyətlə sign out ümumiyyətlə çıxış edə bilərsiniz. Sleep yuxu rejimidir. Hibernate dediyim kimi bu mürgüləmə rejimidir. Yəni xarici yaddaşda saxlayır açılmış faylları, proqramları və Hyperfill Sales adlı qovluqda saxlanılır. Kompüter daha çox enerji qənaət olunur. Sleepdə isə yuxu rejimidir. Yəni açdığınız proqramlar RAM-a daxilə saxlanılır. Sadəcə ekran qaralır. Yəni operativ yaddaşın, yəni əməli yaddaşın daxilində saxlanılır. Sadəcə ekran qaralır ki, enerjiyə qənaət olunsun. Shutdown kompüteri söndürüb restartla da kompüteri yenidən başlada bilərsiniz. Yəni ümumiyyətlə əməliyyat sistemi yenidən yükləndir. Desktopdakı desktopu bizə göstərmək üçün istifadə olunur. Biz indi personalizə starta buradan daxil olacağıq. Hansı ki personalizə daxil oluruq. Buradan starta daxil olaq və burada startda nələrlə qarşılaşırıq. Birinci biz burada layout bölməsində hansı ki onun görünüşü ilə bağlı, düzəni ilə bağlı formaları görürük. Burada more pins var. Daha çox yəni proqram formalarını biz start menyudan bu formada görə bilərik. Recommend bölməsində məsəl üçün ən son asıldığımız faylları və sənədləri görə bilirik. Default susmaya görə forması, yəni bu formadır. Bir də more recommends var ki, hansı ki burada daha çox versiyanı görə bilərsiniz. Mən susmaya görə məsəl üçün versiyasını istifadə etmişəm. Yəni daha çox sabitlənmiş proqram və faylların göstərilməsi rejimləridir. Show recently add apps var. Hansı ki sonuncu əlavə olunmuş tətbiqləri bizə göstərmək üçündür. Bağlasanız, yəni sonuncu əlavə olunmuş tətbiqləri bizə göstərməyəcək. Onun üçün istifadə olunur. Show most used apps var. Ən çox istifadə olunmuş proqramların siyahısını göstərmək üçündür. Hansı ki ən çox hansı proqramlardan istifadə etmişsə, onların siyahısını bizə göstərmək üçündür. Məsələn, məndə hazırda yoxdur, göstərmir. Burada hansı ki startdır, file explorer'dır, ümumiyyətlə jump list elementlərini göstərmək üçündür. Onlara cəlb baxış, cəlb müraciət, son açılmış obyektlərin əks etdirilməsi üçün istifadə olunur. Website of from browsing history var ki, bunu məsələn hazırda aktiv qoymuşam elə. Brauzerda son açılan tez-tez istifadə olunan saytları bizə göstərir. Əgər brauzerda əgər tez-tez istifadə etdiyiniz saytlar varsa, onları start menyuda məsəl üçün göstərmək üçün istifadə olunur. Daha sonra burada show recommendation for tips, shortcuts, new apps and more. Bu nə üçündür? Bu klaviatura qısa yollarının, tətbiqlərin, faydalı funksiyaların əks olunmasını təmin edir. Şu account Realt notification bölməsi var ki, Microsoft hesabı ilə bağlı xəbərdarlıq bildikləri göstərmək üçündür. Burada folders bölməsinə daxil olub sol küncdə hansı proqramları məsələn görmək istəyirsiniz? Məsələn, Settings-i, File Explorer, Documents-i, Downloads-ı hansıları görmək istəyirsinizsə, onların siyahısına baxın burada sol küncdə. Məsələn, Documents, Downloads, File Explorer, Settings hansıları əlavə edirəmsə. Məsələn, musiqi əlavə edirəm. Musiqi də gəlib burada görsənəcək sol küncdə. Yəni bu hissədə bizə göstərmək üçün istifadə olunur. Hansı proqramları istəyirsinizsə, yəni qovluqları istəyirsinizsə, buradan on edib aktivləşdirə bilərsiniz. Məsələn, bağladığınız zaman start menüdə artıq onlar görsənməyəcək. Hazırda bağladım. Məsələn, sadəcə burada biz poveri görürük. Digərlərini görmürük təbii ki. Bu formada. Daha sonra Windows 11 əməliyyat sistemində Windows 10-dan fərqli olaraq Mika və Fluent interfeys funksiyaları aktivləşir. Mika nədir? Burada sizə personalizdən elə göstərim, hansı ki color-a daxil oluram. Burada hal-hazırda transfer effects var. Məsələn, mən bunu bağlayıram. Hal-hazırda siz burada fərqi görəcəksiniz. Mika effekti, hansı ki biz burada görə bilərik, hansı ki hazırda bir qeyri-şəffaf vizual effekt görürük, amma mən bunu aktivləşdirdiyim zaman rəng tonu gördüyünüz kimi dəyişir. Hansı ki Mika nədir? Mika ümumiyyətlə divar kağızının inteqrasiyasında istifadə olunur, vizual məsəl üçün fokuslamaq üçün istifadə olunur. Ümumiyyətlə Mika dediyimiz dinamik, yəni şəffaf bir vizual effektdir. Və pəncərə fonunu, başlıq hissələrini bəzəməkdə, effektlərini verməkdə, yəni görünüşlə bağlı tənzimləmələri həyata keçirilir. Yəni onun iş prinsipi nədir? Effektin, yəni sadəcə tətbiqin arxasındakı pəncərələrdə deyil, yəni masaüstü divar kağızlarında da istifadə olunsun, özünü göstərsin, rəngləri, çararları, yüngülcə gördüyünüz kimi əks olunur. Hansı ki effektin özünün formasını görürsünüz ki, yüngülcə, yəni həmin rəng tonuna uyğun effekt vermiş olur.
Fluent interface funksiyası da həmçinin bu artıq bir vizual görünüş deyil, Microsoft tərəfindən hazırlanıb. Yəni bir dizayn dilidir. Əsasən estetik göstərilmək üçün burada hansı ki işıqdır. Məsələn burada siz light rejimi məsəl üçün aktivləşib lightdır. Məsələn işığı aktivləşdirə bilərsiniz. Ümumiyyətlə həcmi olsun, material olsun, yəni Windows 11-də hiss olunan o elementdir, hansı ki mikadır, akrildir, bu kimi effektləri aktivləşdirmək üçün istifadə olunur. Yəni hansı rəng tonunu seçirsinizsə, o rəng tonuna görə yəni aktivləşdirmək üçün istifadə olunur. Windows 11 əməliyyat sistemində ümumiyyətlə əsas obyektləri fayldır, qovluqdur və qısa yollardır. Və biz bilirik ki, bizim hazırda iş masamızda, yəni desktopumuzda biz burada gördüyümüz, yəni hazır piktoqramlar görürük, bu ikon adlanır. Piktoqram ümumiyyətlə nədir? Qovluqdur, fayldır, proqramdır, qısa yoldur, onları əks etdirən qrafik obyektdir. Və ümumiyyətlə Windows 10 əməliyyat sistemində piktoqramların, yəni qovluqların ümumiyyətlə iki tipi olur. İstifadəçi qovluqları olur, bu sarı rəngdə göstərilir. Bir də xidməti qovluqları olur. Xidməti qovluqlar nədir? Bu hansı ki sistem qovluqları, hansı ki Zis PC, qabaqlar bu My Computers gedirdi əvvəlki versiyalarda, amma Windows ondan sonra zaten Zis PC adlanır. Zis PC-dir. Ondan sonra kontrol panel, daha sonra recycle bin, istifadəçi qovluğumuz bizim məsəl üçün Asus hal-hazırda kompüterimizdə elə görürsünüz. Bir də network. Bunlar bizim sistem qovluqlarımızdır. Arxiv qovluqlarımız məsələn bu formada olur və yaxud da zamok işarəsi ilə görə bilərsiniz, əks olunur. Bir də şəbəkə qovluqları var. Şəbəkə qovluqları hazırda məndə ekranda yoxdur. Amma siz görə bilərsiniz, belə yaxşı rəngdə olur. Şəbəkə qovluqlarla da qarşılaşa bilərsiniz. Bunlar bizim xidmətli qovluqlarımızdır. Ümumiyyətlə Zis PC nə üçündür? Zis PC bizim kompüterimizdəki diski əks etdirir. Diskdə də fayl və qovluqlarda müxtəlif əməliyyatları yerinə yetirmək üçün istifadə olunur. Biz burada disklə qarşılaşırıq. Disk 2.C 2 nöqtə ilə göstərilir və yaxud da D diski olaraq da göstərilə bilər. Bizim sərt diskimizdir. Y2 nöqtəni göstərəndə optik disklər nəzərə alınır. F2 nöqtə göstərəndə flash kartlar, mikrokartlar nəzərə alınır. A2 nöqtə, B2 nöqtə isə disketləri, FDD kimi diskləri nəzərə alınır. Ümumiyyətlə Zis PC gördüyünüz kimi diskə əks etdirir. Onun daxilində olan fayl və qovluqları göstərmək üçündür və yadda saxlamaq lazımdır ki, Zis PC-də olan fayl və qovluqlar kopyalana bilməz. Ümumiyyətlə networkdən danışaq. Network xüsusi qovluqdur. Hansı ki network haqqında sizə məlumat vermək istəyirəm ki, şəbəkədir. Hansı ki lokal şəbəkəyə qoşulmuş kompüterin disklərini göstərmək üçündür. Və bir də personal folder. Burada Asus haqqında məlumat vermək istəyirəm ki, burada siz fayl və qovluqların saxlanıldığı bir qovluq görürsünüz. Ümumiyyətlə yadda saxlamaq lazımdır ki, boş qovluq kompüterdə yaratdığımız zaman onun tutumu 0 byte olur. İndi hazırda bir new folder yaratdım. Onun tutumuna gəlin baxaq. Properties hissəsindən. Onun tutumu 0 byte. Yəni boş qovluğun tutumu 0 olur. Yəni onun həcmi olmur. Və siz fayllarınızın, qovluqlarınızın qısa yollarını yarada bilərsiniz. Qısa yol nədir? Qısa yol həmin fayla, həmin qovluğa gedən ən qısa yoldur. Yəni ona daxil olmaq üçün ən qısa yol nəzərə alınır, yarlıqdır. Yəni shortcutdır. Məsəl üçün tutalım sizin burada hər hansı bir faylınız var. Tutalım məsəl üçün iş masasının kontekst menusundan bunu gəlin həyata keçirdək. New'ya daxil ol. İş masasının kontekst menusu necə açılır? Desktopun üzərində mouse'un sağ düyməsini tıklaya bilərsiniz. Ya klaviaturada elə iş masasının burada sizə özündən də göstərim. Hansı ki klaviaturanın üzərində göstərim. Klaviaturanın üzərində kontekst menunun düyməsi var. Hansı ki burada hazırda görürsünüz. Baxın belə bir düymədir. Kontekst menunun düyməsidir. Siz kontekst menunu aça bilərsiniz və yaxud da Shift F10 düymə kombinasiyalarının köməyi ilə də kontekst menunu açmaq mümkündür. Və kontekst menunu buradan açıram, New'ya daxil oluram, New'dan shortcut edirəm. Tutalım Browse-a daxil oluram, hər hansı bir fayl axtarıram. Tutalım məsəl üçün Bakı Mühəndisliyi Universitetinin daxilində mənə burada lazımdır. Tutalım final sualları. OK edirəm, həmin faylın yolu yazılır, next edirəm və finish edirəm. Həmin faylın qısa yolu gəldi, düşdü bura. Qısa yol ox işarəsindən göstərilir, həmin fayla gedən yoldur, həmin faylı açır.
Sadəcə kompüterdə həmin faylı axtarmıram məsəl üçün, ona gedən ən qısa yoldur. Başqa necə aça bilərsiniz? Məsəl üçün, tutalım Bakı Mühəndislik Universitetinin qısa yolunu yaratmaq istəyirəm. Bunun qısa yolunu yaratmaq üçün qovluğu kopyalayıram. Hansı ki, buradan gəlib kopya edirsiniz. Düymə kombinasiyası Ctrl+C. İş masasının kontekst menüsündə isə kopya etdiyimiz zaman paste shortcut əmri aktiv olur. Və onun qısa yolunu yaratmış oluram. Daha növbəti yol odur ki, qovluğun və yaxud da faylın kontekst menüsündə Send tool'un içərisində burada desktop create shortcut var. Yəni iş masasına sırf shortcut yaratmaq üçündür. Shortcut'ı yaradır. Daha sonra elə qovluğun və yaxud da faylın kontekst menüsündə create shortcut əmri də var. Bu formada da yarada bilərsiniz. Və yaxud da düymə kombinasiyaları ilə Ctrl Shift basılı halda sürüşdürmə ilə və yaxud da Alt düyməsi basılı halda sürüşdürmə ilə də siz shortcut faylı yarada bilərsiniz. Shortcut faylı gördüyünüz kimi ox işarələri ilə göstərilir. Faylın özünün yaxud da qovluğun özünün siz həcminə baxsaz, görərsiniz ki, listə tutduğu həcm 72,9 MB-dir. Amma shortcut faylının həcminə gəlin nəzər yetirək. Burada general bölməsinə daxil oluruq. Görək listə tutduğu yer cəmi 4 KB-dir. 72,9-dan 4 KB-da düşdü. Çünki qısa yol ümumiyyətlə yaddaşda daha az yer tutur. Ona görə də həmişə deyirik ki, çalışın ekranda qısa yol faylları saxlayın. Və indi bunları silək. Bunlara artıq ehtiyacımız yoxdur. Qısa yol nə oldu? Yarlıqdır. Shortcutda həmin fayla gedən ən qısa yolu göstərmək üçündür. Bir də Windows əməliyyat sistemində Windows elə adından göründüyü kimi pəncərələrdən təşkil olunub. Yəni pəncərə istifadəçi üçün əməliyyat sistemi tətbiqlər arasında qarşılıqlı əlaqəni yaradan, yəni əsas vasitədir. Ümumiyyətlə Windows əməliyyat sistemində pəncərələrin növləri var. Qovluq pəncərəsi var. Məsəl üçün tutalım ən hansı bir qovluq pəncərəsi. Burada idarə etmə düymələri ilə qarşılaşırsınız. Dialoq pəncərəsi o deməkdir ki, hansı ki, məsələn tutalım bizə sual verən, bizim aramızda dialoq yaradan pəncərə. Məsələn, Shift delete elədiyim zaman belə bir aramızda dialoq yaradır. Yəni bu qovluğu silmək istədiyinə əminsən, yəni hə yoxsa yox. Hansı ki, dialoq pəncərəsi yeganə pəncərədir ki, burada minimize və maximize düymələri olmur. Bir də sistem və yaxud da tətbiqi proqram pəncərəsi. Məsələn, hər hansı bir tətbiqi proqram pəncərəsi nəzərə alına bilər. Burada məsəl üçün hazırda Word açdım və bunun üzərində minimize, maximize, close düymələrindən qarşılaşırsınız. Yeganə dialoq pəncərəsidir ki, orada minimize, maximize düymələri olmur. Yalnız close düyməsi olmuş olur. Və siz pəncərəni açmaq üçün burada minimize etdiyimiz zaman pəncərəni tapşırıqlar panelinə salır. Burada maximize hazırda görürsünüz və mən bunu hazırda maximize edirəm. 2 dənə kvadrat restore down-da əvvəlki ölçüsünə qaytarır. Bir də close edib pəncərəni bağlaya bilərsiniz. Bu maximize etməmişdən əvvəl burada pəncərələrin bizə belə snap layout-u gəlir. Hansı ki, pəncərəni müxtəlif bölmələrdə yerləşdirmək üçün icazə verir. Məsələn, mən bu formanı seçirəmsə, pəncərəni bu formada müxtəlif bölmələrdə seçirəm. Məsələn, 2 dənə Word açıldı. Burada da File Explorer qovluğu. Necə formada istəyirsinizsə seçə bilərsiniz. Ümumiyyətlə, snap layout seçimi müxtəlif hissələrə pəncərəni sürükləmək, hansı ki 3, 3, 2, 2 kimi müxtəlif qruplara ayıraraq göstərmək üçündür. Burada siz özünüz, yəni versiyalarını görürsünüz. Necə hansı versiyanı istəyirsinizsə o versiyaya uyğun. Məsələn, indi hazırda 2-2-yə qoydum. Ayırmaq üçün istifadə olunur. Multi-monitor support da var ki, hansı ki Windows 11-də istifadəçilərə verilir. Bu da yəni rahatlıq təyin edir. Hansı ki WinP düymələri vasitəsilə ekranları idarə eləmək üçündür. Yəni yalnız bir ekranda işləmək üçündür. Yəni ekranı genişləndirmək, çoxlu ekranları bağlamaq üçündür. WinP düyməsi yəni onun üçün istifadə olunur. Hansı ki siz istifadə edə bilərsiniz ki, yəni multi-monitor rejimindən. Hansı ki, ola bilər ki, siz kompüterinizdə, məsəl üçün, projektoru taxmısınız, orada, məsələn, WinP-ni daxil etdiyiniz zaman PC screen olunu seçə bilərsiniz. Yalnız kompüterdə görsənsiniz, məsələn, proyektorda əks olunmasın. Duplicate o deməkdir ki, həm monitorda, həm proyektorda əks olunacaq. Yaxud da proyektor olmasın, bir neçə monitorda taxıla bilər. Monitorda da əks oluna bilər. Ekran o deməkdir ki, həmin monitorda ya proyektorda əks olunacaq, sizin kompüterdə dayanır. Yəni daha sonra sizin kompüterdə göstərir, monitorda dayanır, monitorda sadəcə ana ekran görsənir. Second screen o deməkdir ki, yəni proyektorda, monitorda görsənəcək, sizin kompüterdə dayanmış olacaq. Yəni bu kimi rejimləri aktivləşdirə bilərsiniz. Ümumiyyətlə pəncərəni burada da dediyim kimi kiçiltməkdir, minimizedir, maximize böyütmək üçündür, restore-dan əvvəlki ölçüsünə qaytarır, close-dan da ümumiyyətlə bağlaya bilərsiniz. Bu formada yəni istifadə olunur.
Windows 11 haqqında hələ ki bu qədər düşünürəm yetərlidir. Gələn dərsdə artıq davamına keçəcəyik.